Bir də söz soxmağa gəlmişəm sizə, bunu da deyim. 4-cü sinifdə, bilmirəm kimin yadına gəlir, kimin yadına gəlmir. 4-cü sinifdə Münəvvər müəllimə soruşdu ki, nə olasınız? Qızlar hamısı həkim müəllimə. Mən deməm. Hadi deyəndə sən qızların çoxusu həkim müəllimə, oğlanlar oğa polis sözü yox idi, milisaner. Mən bambalı, güçlü kimi dedim ki, mən oğa rejissor, aktyor adım dedim ki, Şuna çəkan olur. dedim artist olacaq. Hamı güldü mənə. Telefonu göstər. Oradakı uşaqlar hamı mənə güldü. Mən ağladım. Mən ağlayanda Münəvvər müəllimə gəldi, əlim qoydu çiynimə, qulağıma fısıldadı ki, mən sənə inanıram, olasın. Üstündən 5-6 gün keçdi, Arif Quliyev gəlmişdi. Mənim mamamla papam Naxçıvan, Moskvadaydı. Hamıya bilet payladı, mənim pulum yox idi bilet verməyə, gəldi, mənə də bilet verdi. Dedim ki, bəs Münəvvər müəllim, mənim valideynimdən yoxdur, sənin biletini mən almışım. İstəmirdi də, yəni mən hamı gəlsin, mən gəldim. İllər keçdi üstündən, mən Filipin qalasından Münəvvər müəlliməni gətirdim, Bakıya gətirdim. Dedim ki, səndən rəşat olurdu. Heç kim mənə inanmırdı, amma sən bir yola çıxırsan, səndən başqa bir nəfər inanan varsa, ən azından sən onun da arzularını doğrultmağa məcbursan.